Subut elədin mi ay Fərid? Məndə kök döyməsidir. Fərid, xoş gəlmişsən. Bax, əsl kök döyməsi budur. Hamı elə bilir ki, biz maşında çəkirik, amma vallahi maşında biz ət çəkmirik. Bax, buna bax, döv yığırıq, qəşəng qaçışdırırıq. Quyruğu da döyəcəyim, Allah qoysa. Bax, bax, bax. Bax, ay Fərid, bəyət dedim, bax, bax, bax. Bax, bu da quyruğudur. Bax, o döyməsi, bax. Bax, bax, Fərid, bax, bax, döymə, əsl döymə. Görsən, bax, quyruğu, qara tükəsi. Bax, bax, bax. Görsən, indi şişə də taxacağım, pişirəcəyim, baxasın. Bax, ay Fərid, bax, döydüm, dahladım, tuzum vurmuşam. Bax, indi vururam şişə. Geyişmişsən, bax, tutarıqdır, bax, görsən. Pişməyə də görə geçsən. Buna bax, 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 bax. Döymələr vururuz, hamısını gəl, hamısı. Bu dəqiqələr 20-30 şiş vururuz. Bir dəyəm, zakazımız var. Tüm kabinetlərimiz, zalımız hamısı doluq. Canavarlarıma bax, canavarlarıma. Canavarlar büyük döyürsə stop gelir. Ona bax, buna bax, tava bax. Harda Fərid? Axırı bax, 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 bunu görsən. Buna bax, döyməyə bax, 250 qramdır. Gördün? Əsl qanunla kök döyməsi belə. Döyəyə baxır, döyəyə. Eləsən balıq. Antrikota bax, körpə antrikot desən nə? Spişka dənər. Bax, kartofilləsi. Yəni burada hər bir şərait var. Hər bir şərait. Subut elədin mi ay Fərid? Məndə kök döyməsidir. Yəni maşında çəkib döymə adına satmıram. Bizdə əsl bura bax, kök döyməsi. Bura bax, qıpqırmızı xına. Öpürəm səni Fərid.